Salamlar hər kəsə. Bugün mən düşündüm ki, növbəti videonu qarışqalar haqqında edək. Qarışqalar çox böyük bir mövzudur. Biz onun bugün yalnız sanitar davranışı haqqında danışacağıq. Qarışqalar ümumiyyətlə məncə hər kəsi heyran eləyir, nəinki elm adamlarını. Çünki qarışqalar qarışqa cəmiyyətləri və onların daxili qayda qanunları insan cəmiyyəti ilə çox tez-tez müqayisə olunduğuna görə və yaxud da tədqiqatçılar qarışqa cəmiyyətini və onların daxili qaydalarını öyrənib insan cəmiyyətinin daxili qaydalarını anlamağa tətbiq elədikləri üçün qarışqalar haqqında daha çox insanları belə deyək, public medianı, yəni daha çox impress eləmək olur. Mən danışığıma başlamaq istəyirəm iki tədqiqatçının, davranış bioloqu tədqiqatçının söhbəti ilə. Deməli, bir dəfə Höldobler və Wilson adlanan elm adamları, onlar heyvan davranış bioloqları olublar. Onlar arasında bir dəfə çox komik bir müzakirə gedir və biri o birinə zarafatla deyir ki, insan və qarışqa cəmiyyətləri arasındakı prinsipial fərq ondan ibarətdir ki, biz müharibəyə gənc oğlanlarımızı göndəririk, qarışqalar isə yaşlı xanımlarını göndərirlər. İndi gəlin bu nə deməkdir, onu sizə izah edeyim. Deməli, bilirik ki, bizdə müharibəyə ən çox oğlanlar cəlb olunur və adətən fresh oğlanlar, belə deyək, yəni gənc oğlanlar müharibəyə cəlb olunurlar. Amma qarışqa ailəsində adətən yaşlı fərdlər müharibəyə və yaxud da riskli, hər bir istənilən bir riskli situasiyalara həmin fərdlər cəlb olunurlar. Yaşlı xanımlar ona görə ki, qarışqa ailəsində bütün fərdlər dişilərdir və onlar bir-biri ilə bacıdırlar. Ona görə yəni komedik olaraq xanımlar və yaxud da leydilər deyirlər. Deməli, məsələ nədən ibarətdir? Qarışqa ailəsi bilirik ki, çox ciddi, kəskin qaydalara sahibdirlər. Onlar bəlkə də dünyada mövcud olan, yəni insan sistemi deyək də, insan cəmiyyətinin politik idarə olunması sistemində dünyanın ən kəskin bir siyasi idarə etmə sistemini belə götürsəz, o qarışqa ailəsindəki idarə etməyə çatmaz. Yəni qarışqa ailəsi çox daha kəskin, çox daha ciddi, çox daha kritikdir. Orada fərdlər arasında kastalar var, yəni hər birinin öz iş bölgüsü var və hər kəsə də qida o halda çata bilir ki, hamı birgə işləyərsə. Məsələ nədən ibarətdir? Bəzi fərdlər var ki, məsələn, onlar yaşca cavandılar hələ və yaxud da təcrübələri yoxdur. Onlar adətən daxili işlərə cəlb olunurlar. Məsələn, yuvanın içərisində olan balaları, pupları, yəni ki, sürfələri və s. yemləmək, onların sanitar qaydaları ilə gündəlik yerlərin dəyişdirilməsi, temperaturu, rütubətin tənzimlənməsi üçün tez-tez onlar yumurtaları transportasiya edirlər. Bu cür işlərə adətən cəlb olunurlar və bu daha çox təhlükəsiz bir işdir. Çünki onlar həmişə yuvanın daxilində qalırlar və onlara adətən tibb bacıları deyirlər, yəni biologiyada. Yəni davranışı təsvir edən kitablarda. Amma bir qrup dişilər də var ki, onlar yaşlanırlar və onlar yaşlandıqca ümumiyyətlə belə deyək, daxili işlərə yox, xarici işlərə cəlb olunurlar. Niyə görə? Çünki onlar təcrübə toplamış olurlar və bu cür fərdlər adətən məsələn göndərilir, yuvadan çölə göndərilir və bu cür fərdlər adətən ovlamağa xidmət edirlər və ovu tutub yuvaya gətirməyə xidmət edirlər. Bütün riskli işlər də, məsələn, əgər yola çıxarkən hər hansısa bir, məsələn, qonşu koloniya ilə qarşılaşanda bilirsiniz, çox aqressivləşirlər və bir-birinə hücum edirlər. Yəni qonşu koloniya ilə rastlaşanda olan o aralarındakı müharibə falan, hər bir şeydə məhz koloniyanın bu yaşlı təbəqəsi işə cəlb olunur. Məsələ ondan ibarətdir ki, bu təkcə qarışqa koloniyasında mövcud olan sərt qaydalardan yalnız biridir. Amma biz bu məsələni çevirəcəyik sanitar, bu heyvanlarda sanitar sistemin
tip sisteminin belə deyək, yaranması və onun necə işləməsinə. Biz dedik ki, yaşlı fərdlər çölə çıxırlar və onlar riskli aktivitetlərə cəlb olunurlar. Onlar əlbəttə ki, ovlayanda bəzilərinin ovları, məsələn, digər termitlərdir. Termitlər özünüz də bilirsiniz ki, onlar da deməli dişləyə bilirlər. Yəni təhlükəli bir şikar növdülər qarışqalar üçün və qarışqalar məsələn tez-tez onları ovlayarkən özləri də zədələnmiş olurlar. Məsələn, ayaqlarından zədə ala bilərlər, antenalarından zədə ala bilərlər və çox pis halda qarınlarından zədə ala bilirlər. Hansı ki, bu çox həyati təhlükəli bir məsələdir. Əslində bu fizioloji baxımından hər birinin öz təhlükəli dərəcəsi var və bunu qarışqa koloniyası çox yaxşı dərk eləyir. İndi mən məsələni gətirəcəm ora. Deməli, müşahidələr göstərmişdi ki, həmin bu fərdlər necə ki çıxıblar, ov eləyiblər və yaralanıblar, o yaralılar indi geri qayıtmalıdırlar. Məsələ bundan ibarətdir ki, onlar ya özləri qayıtmalıdırlar, ya da qayıda bilməyəndə özlərinə xüsusi feromon, yəni onların kimyəvi kommunikasiya üsuludur. Bu feromon ifraz eləyirlər və onlar bir növ həmin o feromon vasitəsilə qarşı tərəfə çatdırırlar ki, mənim məsələn ayağımda zədə var və mənə kömək lazımdır. Bu halda yuvanın tərkibində qalan o qarışqa fərdləri ki var, onlar köməyə tələsirlər və gedirlər həmin fərdi daşıyaraq transportasiya edirlər daxilə və ona sonra reabilitasiya prosesi başlayır. Yəni həmin fərdə tibbi kömək eləmək, müxtəlif antibakterial vəzilərindən xüsusi maddə ifraz olunur və həmin o vəzidən çıxan maddəni onlar həmin o yaralanmış fərdin yarasına hasil edirlər, ifraz edirlər. Həm də onlarda axı bilirsiniz qarışqa turşusu da ifraz olunur qarıncığının sonunda və həmin o qarışqa turşusundan da ifraz edərək mikrobların yaraya keçməsinin qarşısını alırlar. Bu bütün reabilitasiyanın yalnız bir parçasıdır. Yəni onlar müxtəlif işlər görürlər əslində. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, tədqiqatçılar çox yaxından tədqiq edəndə görüblər ki, eksperimental da bunu laboratoriyaya aparıb eksperimental şəkildə müxtəlif şərtlər daxilində tədqiq ediblər və görüblər ki, əslində həmin o qarışqalar ki var ki, çöldən gəlirlər və müxtəlif şəkildə yara əldə ediblər, yaralanıblar. O fərdlər müxtəlif şəkildə kommunikasiya aparırlar. Yəni məsələn, o elə fərd təsəvvür edin ki, onun xilas olma ehtimalı azdır. Məsələn, ətraflarının çox hissəsini itirib, hərəkət məhdudlaşıb. Yəni bu fərd əslində heç yuvaya, yəni o koloniyaya lazım da deyil. Çünki bilirsiniz, əvvəldən dediyim kimi, qarışqa koloniyasında çox sərt qaydalar var. Onlar fərdlərə fərd üçün yox, onlar koloniya üçün yaşayırlar. Yəni onlar üçün koloniyanın rifahı, sağlamlığı daha çox vacibdir. Nəinki ayrı-ayrı fərdlərin sağlamlığı. Əslində onlar reabilitasiyanı həmin o fərdlərə ona görə göstərmirlər ki, onlar empati qururlar və yaxud da həmin o fərdin sağalmağını istəyirlər. Ona görə ki, o yalnız o fərdin özünə görə yox. Onlar əslində o fərdi baxırlar ki, məsəl üçün o həmin o zədələnmiş, yaralanmış fərdin həyata qaytarıb onu yenidən işçi qüvvəsi kimi istifadə etmək olar. Yəni əslində hər itirilən bir fərd xəstələnərək və yaxud da yaralanaraq hər itirilən fərd koloniyaya ziyandır. Ona görə də axı koloniya işçi qüvvəsini itirmiş olur. Bir növ işçi qarışqalar koloniya üçün ucuz işçi qüvvəsidir. Ona görə də onlar daxildə qalan qarışqalar adətən həmin o qarışqalara kömək eləyirlər ki, yaralanmış nümayəndələrə kömək eləyirlər ki, əgər mümkündürsə, onları yenidən koloniyaya qaytarıb işçi qüvvəsini bərpa edək. İndi məsələ ondan ibarətdir ki, müəyyən olubdur ki, bəzi bilirsiniz ki, müxtəlif növ dünyada milyon növlərlə qarışqa var və hər növündə öz sosial strukturu, daxili qaydaları var və hər növündə öz koloniya daxili fərd sayı var. Məsəl üçün, bir koloniya 500 fərddən ibarət ola bilər, digəri 200,
biri milyonlarla, minlərlə və s. Əgər koloniya hədsiz çox böyükdürsə, məsələn, 1000, milyon fərd tərkibində saxlayırsa, bu halda qarışqalar üçün ekonomik olaraq mənasızdır hər yaranan fərdə, yaralı olan fərdə kömək göstərmək. Bu həm onların zaman itkisidir, həm də dediyim kimi ekonomik olaraq onlara sərf eləmir. Buna həm daxil güc də çatmır ki, hamıya kömək eləsin. Çünki bir tərəfdən də həmin o yaralanan, məsələn, 100 dənə fərdi, koloniya çünki o qədər böyükdür ki, yaralanan 100 fərdi, digər 200 fərd var ki, ehtiyatda olan, o əvəzləyə bilər. Amma kiçik koloniyalarda müşahidə olunubdur ki, məsəl üçün, hansı ki 200 məsələn fərd var içərisində, onlar üçün hər fərdin sağlamlığı və yaxud da həyatda qalması vacibdir. Çünki işçi qüvvələri azdır. Ona görə onlar daha çox effektiv şəkildə, məsələn, sanitar yardım göstərirlər yaralanmış fərdlərə. İndi məsələ burada bir də eksperimental olaraq iki nüans ortaya çıxmışdır. Məsələn, bir halda odur ki, bəzi yaralanmış qarışqalar informasiya ötürmürlər ki, gəlib onu xilas eləsinlər. Və müəyyən olunur ki, bu o qarışqalardır ki, onlar özləri də bilirlər ki, onları həyata qaytarmaq və yenidən işçi qüvvəsi kimi istifadə etmək artıq gecdir. Yəni o fərdlər ümumiyyətlə yararsız fərdlərə çevrilib, yararsız fərdlərdir və onlardan heç cür istifadə etmək mümkün olmayacaqdır və bu halda həmin o qarışqalar özləri də feromon hasil edib qarşı tərəfə bildirmirlər ki, gəlib onu xilas eləsin. Yəni baxın nə qədər struktur, nə qədər güclüdür ki, işçi qarışqalar özləri belə özlərinin canından çox, sağalmasından daha çox koloniyanın rifahını fikirləşir. Amma bəlli olubdur ki, hansını ki, həyata qaytarmaq hələ mümkündür. Onlar tez-tez feromon istehsal edirlər və qarşı tərəfə bildirirlər ki, onu tez gəlib transportasiya eləsinlər, yəni çöldən daxilə gətirib ona kömək eləsinlər. Mənim özümün də şəxsi tədqiqatım var idi Almaniyada apardığım. Biz bir qarışqa növündə, səhra qarışqası növü idi. O növdə də biz bu davranışı eksperimental yolla göstərmişdik. Eksperiment çox uzundur, ona görə də mən yəqin ki, həmin o məqaləni link olaraq yerləşdirə bilərəm. Əgər sizə maraqlıdırsa, oxuya bilərsiniz. Amma əlbəttə ki, yəni məqalə ingilis dilindədir. Mən bilirəm ki, hər kəsin ingilis dilinə çatımlılığı yoxdur. Amma əgər sizə maraqlıdırsa, bildirə bilərsiniz. Mən qısa bir xülasəni verə bilərəm, məsələn, kommentdə və s. Çünki mən videoda danışıb daha çox vaxt almaq istəmirəm. Belə düşünürəm ki, video nə qədər qısadırsa, o qədər daha yaxşıdır insanlar, rahatdır insanlara onu açıq qulaq asmaq, dinləmək axıra kimi. Bu şəkildə mən adətən deməli qarışqa ailələrində sanitar qaydalardan danışanda mütləq onu da qeyd eləməliyəm ki, bir çox növlərdə daha çox radikal səviyyədədir. Bu, yəni sanitar qaydalara riayət eləmək. Məsələn, bəzi növlər var ki, onlarda yuvalarında əlavə bir qəbristanlıq da var. Bir şöbə yaradıblar, qəbristanlıqdır və yaralanmış fərdləri, hansı ki yaralıdırlar, artıq yəni ölüblər və onların yuvanın daxilində qalmağı çox təhlükəlidir. Çünki ölmüş bədən, bilirsiniz, göbələk özünə cəlb eləyir, parazitik mikroblar və s. mənbəyinə çevrilir. Ona görə daxildəki o qarışqalar həmin o ölmüş bədəni yuvanın daxilindən dərhal çıxartmalıdırlar və çıxardıb aparıb onu qəbristanlığa salırlar və qəbristanlığa da həm də onu qumdan bastırırlar. Əslində görürsünüz bu nə qədər, yəni insanlarda, müəyyən dövlətlərdə olan ölü bədəni bastırma rituallarına uyğun bir şeydir. Yəqin ki, məsələ ondan gəlir ki, yəni ölmüş hər bir bədən mikrob mənbəyi olduğundan, parazitləri özünə cəlb edən bir cəsəd olduğu, bir mənbə olduğundan, onu yəni mikrobların ətrafa yayılmağının qarşısını almaq üçün onu mütləq təhlükəsiz hala gətirmək lazımdır. Yəni onu bastırmaq lazımdır.
Bir çox növlərdə, məsələn, tez-tez bir-birlərini, bədənlərini yalayırlar. Ən çox da çölə çıxıb sonra da içəri girmiş fərdlərin. Çünki onlar bilirlər ki, bədənin səthində də məsələn mikroblar ola bilər və bunu dezinfeksiya eləmək üçün onlar daim bir-birlərinə yardım göstərirlər. Bu şəkildə çox ciddi işlər gedir. Əslində bu çox hədsiz çox böyük mövzudur. Yəni bu mümkün deyil ki, yalnız mənim ağlımda tutduğum dəqiqədə yəni bunu sizə çatdırım. Bu şeylər haqqında danışandan sonra bir də mənim ağlıma bizim məsələn bu yaxınlarda canımızı qurtardığımız pandemiya keçir. Biz bir yadımızdadır ki, yəqin ki, hamımızın yadındadır ki, dövlətlər, bütün yəni dövlət olaraq insanlara, hər dövlət yəni öz vətəndaşlarına çatdıra bilmirdi ki, mütləq maskadan istifadə etmək lazımdır, infeksiyanın qarşısını almaq üçün müəyyən tədbirlər var, onu görmək lazımdır, antibakterial vasitələrdən istifadə etmək lazımdır və s. Yəni siz təsəvvür edin, biz hərdən fikirləşirik ki, insanlar ən ağıllı da, yəni top varlıqlardır və onlara məsələn, yəni artıq hər kəs infeksiyanın nə olduğunu bilir, yəni heç bunun təhsilini almasa da, bioloq olmasa da hər kəs ən azı bilir ki, infeksiya nədir, mikrob nədir və o nə dərəcədə təhlükəlidir, düzdür? Yəni bunu hamı bildiyi halda belə biz pandemiya dövründə insanlara adi bir sanitar qaydaları başa sala bilmirdik ki, yəni bunu eləsin, çünki bu təkcə onun öz sağlamlığı üçün deyil, bu həm də məsələn digər ətrafa da həmin o xəstəliyin yayılmağı üçün lazımdır. İndi siz görürsünüz, yəni bir məsələn çoxluq insanların şuursuz hesab elədiyi qarışqa ailəsində olan sanitar qaydalar və orada fərdlər nə dərəcədə infeksiyanın təhlükəliliyini anlayır və ona qarşı nə boyda təkamül yolu keçib və o sanitar qaydaları inkişaf elətdirib, təkmilləşdirib və koloniyanın rifahı üçün nələrə qadirdir və bir də insan cəmiyyətini təsəvvür edin, hansı ki biz insanlara adicə maska taxmağı belə izah edə bilmirdik ki, yəni bu nə dərəcədə vacibdir. İnsanlarla qarışqalar arasında yəqin ki, sosiallığın dərəcəsini müqayisə eləmək üçün yəqin ən yaxşı məsələ elə həmin bu sanitar qaydalara olan baxışdır. Yəni bir insan nəinki həm heç özünü belə düşünmürdü, eyni zamanda heç ətrafı, öz cəmiyyəti yaşadığı ölkə, nə bilim, qonşuları, dostları, yəni heç kəsin sağlamlığı, rifahı onun vecinə deyildi. Yəni insanlar bir növ daldıla çəkilib güya kimsə aldadırmış kimi maskasını çıxardırdı, yaxud da nə bilim hüquq mühafizə orqanlarını aldatmağa çalışırdı. Yəni bu əslində onun özünə ziyan idi də. Yəni bu qədər primitiv, fundamental bir şeyi biz insanlara başa sala bilmirdik. Amma siz görün bu qarışqalarda hansı səviyyədədir. Hal-hazırda da qarışqaların öyrənilməsi çox prestijli bir sahədir elmdə və çünki onların öyrənilməsi bizə öz cəmiyyətimizi sağlam qurmaq üçün çox şeylər öyrədib. Məsələn, mən bir dənə bunu deyim və videonu yekunlaşdırmaq istəyirəm. Mən keçən il İsveçrədə bir konqresdə iştirak eləmişdim. Həmin konqres beynəlxalq sosial həşəratlar tədqiqatçıların, sosial həşəratların tədqiqi haqqında olan bir konfrans idi. Bütün dünyanın hər yerindən axışıb gəlmişdilər və mən orada bir Britaniyalı bir xanım tədqiqatçının işinə qulaq asmışdım və o xanım da məhz qarışqalarda sanitar qaydalar və s. onu öyrənir. O məsələn bir nümunə göstərirdi ki, bir qarışqa növündə, növün adı yadımdan çıxıb, həmin qarışqa növlərində infeksiya səviyyəsi yüksələndə onlar yuvanın strukturunu dəyişirlər. Yəni yuvanı dayanıqlı, yuvanı və yuvanın içərisindəki fərdləri sağlamlığını düşünərək, həmin o koloniyanın dayanıqlılığını təmin eləmək üçün onlar yuvanın strukturunu elə dəyişirlər ki, bu yuvaya infeksiyanın, patogenin, məsələn göbələklərin daxil olmağının qarşısını alır.
Bu hədsiz çox o qədər möhtəşəm bir şeydir. Yəni bu adamın ağlı belə almır. Yəni belə bir şey ki, heyvanlarda bu qədər flexible, plastik bir davranış var və onlar görürsüz, yəni bu instinkt heyvanlar avtomatlaşdırılmışdır, proqramlaşdırılmışdır, yalnız instinktiv hərəkət edirlər ideologiyasını tamamilə alt-üst eləyir. Çünki siz görürsünüz ki, adi bir canlı məsələn bir eksternal faktorun dəyişməsi ilə, məsələn süni olaraq siz infeksiyanın səviyyəsini qaldırırsınız, məsələn eksperimental olaraq qaldırırsınız və heyvan ona reaksiya verir və o reaksiya verərək, reaksiyanın nəticəsi olaraq o yuvasının strukturunu dəyişir. Yəni bu o deməkdir ki, həmin heyvan öz yuvasının strukturunu qurmaq üçün sırf instinktiv qabiliyyətinə əsaslanmır. Yəni bu heyvanlar istəyəndə, lazım gələndə konstruksiyanı dəyişə bilir və bu bizə əslində bunun yəni prinsiplərini öyrənmək, dərinliklərini öyrənmək bizə bilirsiniz nə verə bilər? Məsələn, biz pandemiya olanda, növbəti pandemiyalar olanda biz necə edə bilərik ki, məsələn, infrastrukturumuzu necə dəyişə bilərik ki, infeksiyanın yayılmağını, əhali arasında yayılmağını azaldaq. Bu milyonlarla baş verən tədqiqatların yalnız çox cüzi bir hissəsidir. Ümid edirəm sizə faydalı oldu informativ olaraq. Hansısa maraqlı bir şeylər siz də bilirsinizsə qarışqalar haqqında bölüşə bilərsiniz. Təşəkkür edirəm diqqətiniz üçün. Sağ olun.